Ve sağlam dostlar. Bugün kulemizin part 3'üdür yoksa 3'üdür deyəsən. Və mən kulemi sizsiz biraz geliştirmiştim. İndi deyim ki nələr geliştirdim. Deməli ilk bu kuleden başlayayım. Deməli buradan dostlar belə geliştirdim. Məsələn buradan canlı sağlığında buradan əlavə üstüne çıxıb burada oynayabilirik, bir şey eləyə burada düşmədi dəmir balmaq. Sonra bura o kadar da qış olmadığı üçün buralar belə yerlər yaratır. Belə. Deməli buradan çıxılır. Ya yoxlamız alıb vurur. İndi sonra dəmir qolemləri qoymuştum. İndi baxın bu dəmir qolemləri. Hoppa. Hadi bakın. Sık. Arkadan ip ayağını uyuyordu. Görüyorsunuz bir şeydi bu. Bunlar. Aha, deməli belə geliştirmələr elədim. Şöyle dəmir barmaqlar qoydum. Və alt katı da geliştirdim. Belə iki hapishanələmişdim. Və əlavə mən əlavə bir də belə bir şey elədim. Deməli burada bizim depomuz var. Buralarda dəmir bloklar, sonra altınlar və durumda və elmaslar var. İndi bura bizim depomuzdur. İndi çıx da yuxarı. Deməli bura qoruyaq deyə dirək yanma bizim əsgərlərimiz üçün belə yer var, yatmaq yeri. Bəs əsgərlərimiz orada yatacaq. Bu adlarda da yeməkləri var. Normal yeyib yatacaqlar, sonra da işdən üzrətərlər. İndi bu qədər geliştirmə elədim. Biraz çox edə bilərəm, amma yəni sizin üçün. Və dostlar, indi mən düşündüm ki, yəni belə uzaqdan baxanda belə görün gözəldir. İndi düşündüm ki, belə gözəldə hələ bir. Yəni bəzi dəyişik yerlər elədim. Belə qəşəng olmuş. Və ağlıma bir şey gəldi. Deməli dostlar, nə deyəcəyik? Aha, baxın, yaxşı. Şey oldu. Baxın, görürsünüz, bax, bu az şeylər gəlir. Onların qorunması üçün bunlar elədim. Buradan ateşləyə bilərik, buradan ateşləyə bilərik. Deməli dostlar, buna nə 3 kat elədim belə, yəni buradan çıxırıq, sonra buradan da çıxırıq. Yəni buradan daha yaxşı isabat eləmək üçün məsələn belə tutursam like atırsınız. Gözlə, indi tutursam like atırsınız. Yox, tutturamadım. Yes. Dediyim kimi bu qədər geliştirmələr elədim və biraz da dedim ki sizindir. Belə dostlar, indi bundan bir anlamı qalmadı, amma yəni bunun tək anlamı qalmadı, amma burada bir şey ola bilər. Məsələn, buradan çıxıb bir şey atırıq, məsələn, çox da şey deyil də, bir düşmənə vurarlar, ölər. Amma buradan çox qəşəng, əgər çox belə qəşəng sənətləmələrli bir də əsgərimiz varsa buradan atacaq, buradan dəyəcək, arada öləcək. Deməli dostlar, mən bura biləm. Deməli sizlə bərabər bunu nə elədim, başqa nə edim? Yəni ağımda bir fikir yoxdur. Deməli buram 1, dostlar, 2, 3, 4, 5. Bu da 6. Tamam. 6 daş 6. Şimdi bakalım dostlar. Şimdi buradan
Bir ölkənin vətəndaşı üçün ən vacib olan onun milli Onu da özünü böyle dərkidir. eləyək. Xəlil Rza Tamam. bu yolda həm özünü, həm də Hop. oxucularını yetişdirirdi. Hop. Əli bəy Hüseynzadə, Hop. Ziya Güyal, Əhməd bəy Ağaoğlu, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Yusif Vəzir Bam. Çəmənzəminli Bam. onun türkçülük məhkûrəsində Bam sənətləri idi. bam bam. Tamam. Xəlil Rza bildirirdi ki, vətəni sevmək, onu duymaq, milli özünü dərk üçün yalnız çağdaş, müasir dünyanı, Hop. insanı tanımaq kifayət etmir. Qədim kökümüzü, Bak, folklorumuzu, git daha bunlara, dastanlarımızı neyse. bilməli, ana Ben dilimizin bu tarixini uzaktan araşdırmalı, öldürelim. saflığını Bam. qorumalı və bu Bam. dildə maariflənməliyik. 1980 və 1990-cı Şurada illərdə bam. Xəlil Rza artıq Azərbaycanın azadlığı İndi və istiqlaliyyəti uğrunda mübarizəni vətəndaşlıq belə. amalından sonra yaradıcılıq amalına çevirdi. O da bir çox gənc həmkarı kimi Sovet şairi olaraq fəaliyyətə başlamışdı. Amma Bam, 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 bam. millət, vətən və azadlıq Bam. sevgisi milli özünü dərk Xəlil Rzanı istiqlal Bam. şairi kimi yetişdirdi. Azadlıq hərəkatı başlayan dövrdən öz ictimai-siyasi fəaliyyətini genişləndirən Xəlil Rza cəsarətlə, böyük hünərlə Azərbaycan həqiqətlərini dünyaya car çəkirdi. Sovetin qatı məqaməsini sındırmaq, İndi bura belə kuleye oxşasın diye bir şey demeye çalıştım. Səma kimi, günəş kimi, cahan kimi istəyirdi. 20 yanvar hadisələri ona çox böyük Ben dostlar merdiven koyup geldim. cəsur istiqlal şairi kimi İndi bura neynədiyimi özüm də bilmirəm. Ağlıma gələn elədiyim. Bu kulede daha nələr eləyə bilərəm mən yəni. Yəni buradan belə uzada bilərəm. Belə. Hop, hop, hop. Yəni qıxşın görsün deyə belə eləyə bilərəm. Allah verdi. Şöyle. Hop. Azərbaycan sevgisini, Tamam. azadlıq mücadeləsini Yəni mən buna hər şey yanada eləyib gəlirəm. Və elədim. şairi Xəlil Rza Ulutürk. Bugünkü verilişdə onun Məncə qəşəng oldu bu qədər. unudulmaz səhifələrini və Yəni başqa nə edə bilərəm? Böyük şəxsiyyətiydi. O yazırdı ki, ürəyi, zəkası nur saçanları şuradan. tufan da, səhmun da söndürə bilməz. Əslində bu təkcə bir söz deyil, o belə yaşadı. Onun ziddiyyətli, mürəkkəb həyatındakı o tufanlar, o baş verən, çağlayan hadisələr onu söndürə bilmədi, onu sındıra bilmədi. Və bugün bu dəyərli şəxsiyyət ətrafında danışacağıq. Danışacağıq. Əslində Xəlil Rzanın həyatı, onun yaradıcılığı o Hop. qədər geniş, çox janrlı. İndi burada çox bir şey uzundur ki, eləyəcəm. Onu bir verilişə sığışdırmaq etiraf edək ki, çətindir. Amma biz bunu verilişimizin möhtəbər, hörmətli qonaqları ilə birlikdə etməyə çalışacağıq. Hop hop. Qonaqlarımız sırasında bugün Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı iştirak edir. Burada çox qəşəng bir şey eləyəcəm. Doktor Profesör Əlizadə Əskərli. Xəlil Rzanın ailə İndi. üzvü, gəlini Sevinç Xəlilbəyli studiyamızdadır. Jurnalist Flora Xəlizadə Belə, belə. bizimlə birlikdədir. Xoş gördük. Vəkillər kollegiyasının İndi buradan bizə bir şey lazımdır. Tabela. Ama bu bizim tabela. Muhtemelen ben görmürəm siz göz. Tabela. Hani tabela görmürəm. üzvlərindən biri, bizim üçün də çox Burada dəyərli tabela əziz yoxdur. sənətkar Kamran Yunis studiyamızdadır. Vardırsa tabela burada. Ve dostlar tapıp yazdım. Kontrol odası. Burada bir tane şey. Hop. Hop. Azərbaycan müstəqilliyinin simvollarından Burada ne edeceğim değil size. Böyle buradan. Qızıl taş alacağım. Qızıl taş. De bu var, qızıl taş. De hop. Yenileyici de lazım olacak bize. Yenileyici. Kremlin böyründə yata-yata Kremli ittiham edən, onu o zindanda saxlayanları ittiham edən, ona qələm kağız verməyənləri ittiham edən mühtəşəm şeylər. İndi burada ne der? Hemen buradan bir tane şeycik var. Nerede o? Fırlatıcıydı. Hansıydı o?
mən də oradan da qardaşdır. Burada bunu şahid Anlayacaq yəni nə, hə. Bizim dostumuz, Belə böyük bir sərkəzər şeylər. şahidimiz. Təsəvvür eləyin ki, Hop. mən 20 yaşında olanda dərnəkdə mən bir Bu şeirimi içində eşitdim. bir əşya var, yəni. Bir ya iki şeirimi eşitdim. Bu daha belə eləsinlər, yəni. Yanına kontrol odası elədim. Bir şey elədim də. Tanışdığımızdan İndi sonra bu mənlə budanı görüşdük. dostlar. Görüşdə özü çıxış Baxın. eləməzdən əvvəl deyir ki, indi siz bizim gənc şairimiz Yəni şey getdi mən. Qızıltaş. Yəni buradan Deməli, o yaşdan bu başdan baxın. Buradan yürüyürəm, oradan atır. Bəlkə də mən günahkardım onda. Pedaqoji universitetdə Yəni dərs deyirdim. belə bir şeylərim. Bir ayrı işlə bağlı gedirdim. Kontrol odaları Dəhlizdə belə gedirdim, elədim. gördüm, xəlizə qapı açıldı, səsi gəldi, dərs Atdı da. Məni gördü Məsələn, orada, bura dərs qaldı yardımçı Ani çaldı içəri. Bütün bir durumlar saatı, olsun. deməli, Məsələn, bir saatı güya bu həsrətlə bizim görüşümüzdə bizim tələbələr yeməyimiz götürmüş. bitib. Sonra onu qoyardılar. Yox, yeməyimiz bitmiyor. Ola, bura kontrol odasıdır. O pedaqoji institutdan azad adamdır, daxilən azaddır. Bütün taleyini də Azərbaycanın belə azadlığına o yox deyirsən burada amma. 9 ya 10 sinifdə oxuyurdum. Onun Əslində isə də kontrol odası bir şeydir, bir şeydir. sarılmış yaralar, Yəni fayması çıxmışdı. kontrol odadan buranı yoxlayırıq. O da bizim böyük şairimiz. İçəri baxsaq çıxsın. Mən səni bu qədər eləyə bildim, bu qədər gəlişdirə bildim sizlə. Daha da gəlişdirməm istəyirsən, daha da nələr eləməm istəyirsinizsə, yorumlara yazın. Şimdi ağlımda bir video var. O video bir dənə oyunla bağlıdır. Yəni çəkəcəm. Sağ olun, salamat qalın və bye bye.